Salam hər kəsə, hər vaxtınız xeyir. Bu videoda sizlərə Glimmer Finance proyektini göstərəcəm. Videomuza keçməzdən əvvəl bildirim ki, bu videoda göstərəcəyimiz heç bir şey yatırım tövsiyəsi deyil. Proyekt bir ön satış proyektidir. Bu videoda sizlərə necə bu ön satışa qatıla bilərsiniz və bu proyektdən necə gəlir əldə edə bilərsiniz, bunları sizlərə göstərməyə çalışacağam. Hal-hazırda ön satışın ikinci turundayıq və ön satış qiyməti də 0.002 dollardır. Siyahı qiyməti bu nədir dostlar? Bu isə ön satışlar bitdikdən sonra bu coin hər hansısa bir borsada listelənsə 6 sentdən listelənəcəyini bildirmişlər. Və ikinci turda da artıq 560 min dollardan 548 min dollarlıq coin satılıb. Birazdan daha ətraflı necə ala bilərsiniz sizlərə göstərəcəm. Proyektin alt hissələrinə düşdükcə proyektlə bağlı məlumatlar bizləri qarşılamağa davam edir. Həmçinin buradakı Gitbook hissəsindən də proyektlə bağlı bilmədiyiniz hər hansısa bir şey olsa girib oradan baxa bilərsiniz. Biz isə gəlin Glimmer'in yol xəritəsinə və maliyyə tokeni, yəni tokenomic qismına baxaq. Toplam 5 milyard coin piyasaya buraxılıb, 30% ictimai satış üçün ayrılıb, 15% komanda və məsləhətçilər, 20% ekosistem bölməsi, 15% staking mükafatı, həmçinin necə staking edə bilərsiniz, bunları da sizlərə göstərəcəm. 15% marketing və icma, 5% isə likidite üçün ayrılmışdır. Yol xəritəsinə də baxdıqca bizi burada daha çox yapay zeka, yəni süni intellektlə bağlı şeylər qarşılıyor, məlumatlar qarşılıyor. Mən burada daha çox NFT, staking və borsa listələmələri kimi şeylər gözləyirdim. Buna görə də yol xəritəsi mənim elə də çox xoşuma gəlmədi. Proyektin ən alt hissəsində isə tez-tez verilən suallar və onların cavabları var. Bunları da istəsəz özünüz baxa bilərsiniz. Ön satışa necə qatıla bilərik? Ön satışa qatılmaq üçün əvvəlcə sağ üst bölmədən biz bura hər hansısa bir kaşlokumuzu bağlamalıyıq. Mən Metamask bağlamışam. Ən çox Trust Wallet və Metamask istifadə olunur. Sizlər də bunlardan birini bura bağlaya bilərsiniz. Kaşlokunuzu bağladıqdan sonra prese ilə qoşuluna klik edirik və burada hansı coin ilə ön satışa qatılmaq istədiyimizi seçirik. Ethereum, Solana, Polygon, BNB və ya digər buradakı coinləri ilə biz bu ön satışa qatıla bilərik. Buradan ödəniş metodunu, zənciri seçirik. Hansı zəncirlə ödəmək istəyiriksə, buradan da coin olaraq seçirik. USDT məbləği yazırıq. Tutaq ki 150 dollar. Hal-hazırda 150 dollar qarşılığında bu qədər coin ala bilərik. 250 dollar başqa sərmayə qoyun, 250 dollar USDT üçün 5% bonus qazan. Burada deyir ki dostlar, 250 dollarlıq alsaq 5% bonus qazanacağıq. İndi isə BNB ilə göstərir. Yəni hansı coinə keçid etsək, o coin qarşılığında bizlərə bonusu göstərir. Coinləri aldıqdan sonra staking bölməsi var. Bu hələ ki saytın içərisində mövcud deyil. Ön satışlar bitdikdən sonra mövcud olacaq. Staking necə işləyir? Staking bütün təcrübə səviyyələrində olan istifadəçilər üçün intuitiv və əlçatan olmaq üçün nəzərdə tutulmuşdur. Glimmer Finance platformlarında stavkaya başlamaq üçün bu addımları yerinə yetirin. Staking idarəetmə panelinə keçin. Staking reward bölməsinə daxil olun. Bu dediyim kimi hələlik yoxdur. Proyekt içərisində staking məbləğini və müddətini seçin. Biz həm neçə günlük staking etmək istədiyimizi seçirik, həm də məbləği seçəcəyik. İndidən deyim ki, nə qədər uzun müddətli staking seçsəz, o qədər çox qazanma şansınız olacaq. Daha sonra əməliyyatı təsdiqləyirik və istədiyimiz vaxtda bu əməliyyatı ləğv eləyə bilərik və daha sonra yenidən başlata bilərik. Bir də bu proyektin çox qəşəng bir referans sistemi var. Bu həqiqətən də mənim çox xoşuma gəldi. Yenə də eyni şəkildə kaşlokumuzu bağladıqdan sonra bizə belə bir xüsusi link verilir. Hər birimizdə fərqli olacaq. Burada həm dərhal alışda 17%, bir də TC-dən sonra Glim 5%. Bunlar nədir dostlar, sizlərə izah edeyim. Tutaq ki biz bura öz dostumuzu dəvət elədik və dostumuz bura 1000 dollarlıq
yatırım elədi. Yəni 1000 dollarlıq bu ön satış coinindən, Gleam coinindən satın aldı və bu satın alma işləmini USDT və ya BNB ya da digər coinləri artıq siz düşünün hansı ilə oldu, yəni fərq eləmir. 1000 dollarlıq USDT ilə alım elədi və bizlərə tam bu 1000 dolların 17%, yəni 170 dollar bonus veriləcək. Və 5% nədir? Bu 5% də ön satışlar bitdikdən sonra bizlərə 1000 dolların 5%-i nə qədər eləyir? 50 dollar eləyir. Yəni 50 dollarlıq Gleam coinindən veriləcək. Yəni 17% dərhal alış coini, 5% də Gleam coinindən veriləcək. Bu proyektlə bağlı sizlərə başqa deyəcək bir şey yoxdur. Bir daha videonun sonunda da sizlərə xatırladım ki, bu videoda göstərdiyimiz heç bir şey yatırım tövsiyəsi deyil. Yatırımlar risklidir, bunu unutmayın. Başqa hər hansısa bir sualınız olsa videonun altında yazaraq soruşa bilərsiniz. İzlədiyiniz üçün təşəkkür ederim.